Humanitar fənlərdə nəticələrim yaxşıdır, lakin riyaziyyatım bərbaddır. Nə etsəm də nəticə ala bilmirəm deyirsənsə, sən tək deyilsən. Əksər şagirdlərin riyaziyyatdan əziyyət çəkdiyi kimə sir deyil. Bunun fərqli səbəbləri ola bilər. Riyaziyyat müəlliminin sənə riyaziyyatı sevdirə bilməməsi, ümumiyyətlə riyaziyyat proqramının çətin olması və yaxud da sənin humanitar fənlərə daha yatqın olman. Səbəb nə olursa olsun, sənin iki seçimin var. 1. Uğursuz olmağı gözə almaq, davamlı bəhanələrə sığınmaq, ağlamaq, sızlamaq və s. 2. Uğurlu olmağa qarşına hədəf qoymaq və bədəli nə isə onu ödəmək. Dostum, əgər uğurlu olmağı seçmisənsə, sənə çox dəyərli bir tövsiyəm olacaq. Riyaziyyatda səndən daha potensiallı olan xalqın uşağına baxıb özünü küçümsəmə, özünü əzmə. Onları şanslı, özünü isə şanssız hesab etmə. Bəli, potensiallı olmaq çox böyük nemətdir. Bu sənə 3-0 öndə başlamağa, daha az əziyyət çəkərək yüksək nəticə toplamağa imkan verir. Müqayisə üçün riyaziyyatı içi daşqaş dolu mədənə və ya mağaraya, sənin potensialını isə əlindəki külüngə bənzətmək olar. Lakin bu daşqaşı əldə etmək üçün sağlam bir külüng yetərli deyil. Nəticə üçün hədəf qoymaq, iradə nümayiş etdirmək, sonuna qədər əzmlə çalışmaq, yorulduğunda istirahət edib təkrar başlamaq, uğursuz olduqda fərqli üsullar yoxlamaq və s. lazımdır. Bəlkə sənin əlində sağlam bir külüng, başqa sözlə desək, riyaziyyatdan ciddi bir potensial yoxdur. Lakin tozu dumana qatacaq istəyin və iradən vardır. Axı başqaları müəllimin izah elədiyi yeni mövzuları rahatlıqla qavrayır. O zaman sən bilmədiyin soruş. Evdə bu mövzunun üzərindən bir də keç. Axı başqaları bircə dəfə oxumaqla öyrənə bilir. O zaman sən 5 dəfə, lazımsa 10 dəfə oxu. Axı başqaları öyrəndiklərini rahatlıqla uzun müddət yadda saxlayır. Mən tez unuduram. O zaman davamlı təkrar et və qeydlər apar. Axı başqaları öyrəndiklərini tətbiq etməkdə çətinlik çəkmir. Mən çətinlik çəkirəm. O zaman bol-bol tapşırıqlar etməklə bu vərdişə sən də yiyələn. Axı, axı, axı. Sən nə qədər axı desən də, hər birisi üçün en qədər həll yolu var. Unutma, uğursuz insanlar bəhanə, uğurlu insanlar həll yolu axtarır. O potensiallı dediyin xalqın uşağı özünə arxayın olduğu üçün bu yay tətilini tamamilə hədər edəcək. Lakin sənin ondan fərqli olaraq daha çox uğurlu olmağa ehtiyacın var. Odur ki, yay müddətində bir çalışma planı qur və tozu dumana qat. Elə indi hərəkətə keç. Sentyabrda görəcəyik, o potensiallı dediyin xalqın uşağı mı daha uğurlu olacaq, yoxsa sənmi? Mən sənə inanıram, yetər ki, sən də özünə inan.